Wikipediyada ensiklopedik əhəmiyyətlilik müəyyən bir mövzunun öz müstəqil Wikipediya məqaləsinin mövcud olmasına, uyğun olub-olmamasına qərar verməyə deyilir. Məqalələrin ensiklopedik əhəmiyyəti sadəcə məşhurluqdan ibarət deyil. Ensiklopedik məna o deməkdir ki, mövzu müstəqil və etibarlı mənbələrdə diqqətə layiq şəkildə işıqlandırılıb, məzmuna davamlı, ictimai və ya elmi maraq var. Etibarlı mənbə dedikdə qəzet məqalələri, akademik nəşrlər, kitablar və müstəqil araşdırmalar nəzərdə tutulur. Sosial media paylaşımları və ya bloqlarda yazılmış mətnlər kifayət deyil. Məqalə yaradarkən əsas prinsip neytral olmaqdır. Neytral tonla faktları təqdim etməli, iddiaları mənbə ilə yerləşdirməli və şəxsi qiymətləndirmələrdən uzaq durulmalıdır. Orijinal təhqiqat və ya şəxsi mülahizələrə icazə verilmir. Ensiklopediyanın işi yeni nəzəriyyə irəli sürmək deyil, mövcud, yoxlanmış məlumatları toplamaq və sistemləşdirməkdir. Mənbələr və isnadlar məqalənin əsas hissəsidir. Hər mövzu üzrə faktlar müstəqil və etibarlı mənbələrlə təsdiqlənməlidir. Hər iddia üçün uyğun istinad əlavə etmək, mənbələrin etibarlılığını və mövzunun əhəmiyyətini göstərir. Şəxsi veb-saytlar, press-relslər, qeyri-peşəkar bloklardan istifadə olunmamalıdır. Hər şeyi dəqiqləşdirdikdən sonra uyğun məqalə adı seçilir. Ad qısa, dəqiq və neytral olmalıdır. Bir şəxsin adı yazılırsa, tam rəsmi ad, hadisə və ya anlayışdırsa, ən çox işlənən forma üstünlüyü təşkil edir. Yazmağa başlamazdan əvvəl mövzu ilə bağlı mövcud məqalələrin olub-olmadığını axtarışla yoxlamaq yaxşıdır. Bəzən yeni səhifə açmaq əvəzinə mövcud məqaləni genişləndirmək daha məqsədə uyğundur. Məqalədə ilk abzas ən çox diqqət tələb edən hissədir. Burada mövzunun kim və ya nə olduğu və ən mühüm faktlar qısa, aydın və ensiklopedik dildə təqdim olunur. Giriş bölməsindən sonra məqalə məntiqli hissələrə ayrılır. Tarixi kontekst, fəaliyyət və ya xüsusiyyətlər, qəbul və tənqid, mövzunun təsiri və digər mühüm tərəflər. Bu hissələr xronoloji və ya tematik qaydada düzülə bilər, amma şəxsi fikir və qiymətləndirmələrdən uzaq olmalıdır. Əlavə vizual elementlər, şəkillər, cədvəllər, infografikalar materialı daha zəngin edir. Lisenziyası açıq və ya ictimai mülkiyyətə aid olan faydalardan istifadə etmək mütləqdir. Əks halda şəkil silinə bilər.